Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Rətvə kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir sos hazırlayacağıq. Bu sos deməli, ət yeməklərindən, xüsusən ət yeməklərindən, nə bilim kartofun üzərinə tökə bilərsiniz, qızartmasının, püresinin, ondan sonra pirajki, nə bilim xamır yeməkləri, yəni gürcü xəngəli və s. belə bir misal üçün tüşbərəni şey eləyib, necə deyim? Biz indi bir çox xanımlar tüşbərəni hazırlayıb və qışlıq üçün qurudurlar, şeylə də soducuda dondururlar və qışda götürüb hazırlayırlar. Bax onun üzərinə onu yəni götürüb suda bişirib üzərinə bunu tökə bilərsiniz və s. də. Yəni belə sos sevənlər üçün çox gözəl sosdur. Bunun üçün bizə nələr lazım olacaqdır? Deməli əziz izləyicilər, gördüyünüz kimi burada nanədir, nanə ona yeni çıxmış nanədir, nanə ona xüsusi tam verir. Şüyüd, nə bilim göy soğan, keşniş, acı biber lazım olacaqdır, şirin biber, sarımsaq, tomat, duz və acı istiotlar, qırmızı pul biber zat yerində və biraz da su. İndi biz bunları başlayırıq hazırlamaq. Bunu biz nədə hazırlayacağıq? Biz bunu blenderda hazırlayacağıq. Deməli, götürürük bunları bir qırağa qoyuruq və blenderimizi qoyub hazırlayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi blenderimizi belə qoyuruq. Aşağıdan belə sarımsaqlarımızı bir neçə hissəyə bölürük. Ondan sonra biberimizin bax bu baş hissəsini kəsirik. Belə toxumlu. Çünki toxum həm ona tam verir əziz izləyicilər, həm də belə deyim də bəzəkli edir. Ancaq şirin biberimizi təmizləyib tökürük. Acını ancaq toxumlu edirik. Aydın oldu əziz izləyicilər. Bax belə. Nanəmizi də belə bir neçə hissəyə bölüb belə tökürük. Şüydümüzü onu kimi belə və kişnişimizi buzluqlarında tökürük ki, o xüsusi tam verir. Və soğan əlavə. Belə. Etdikdən sonra əziz izləyicilər, zövqə görə duz əlavə edirik. Pul biber əlavə edirik. Deməli, hardasa bax belə. Çox acı istəyirsinizsə, əziz izləyicilər, biraz da əlavə edə bilərsiniz. Sonra biraz da bu biberdən qırmızı biber əlavə edirik. Xüsusi tam versin. Və sonda tomatımızı əlavə edirik. Tomatımızı əlavə edib üzərinə deməli əziz izləyicilər su əlavə edəcəyik. Deməli əziz izləyicilər və üzərinə bax beləcə suyumuzu əlavə edirik. Bir stakan, hələ ki bir stakan tökürük, bir əcə də üzərinə. Yəni bir stakan yarım yox, bir əcə də. Onlar yarım da eləmək olar, çünki çox eləmək lazım deyil. Çünki çıxa bilər da, yəni üzərinə çıxa bilər. Və blenderimizi örtürük deməli əziz izləyicilər və başlayırıq artıq sosumuzu hazırlamağa. Bax gördünüz, çıxdı dedim. Ona görə biraz suyunu az eləmək lazımdır. Bir stakan hardasa biraz yarısından. Deməli əziz izləyicilər, gördüyünüz kimi hazırladıq və baxın görün necə gözəl
sosumuz alındı və bunu deməli əziz izləyicilər ət yeməklərindən zatla yemək olur və bunu indi bir qaba qoyub süfrəyə vermək olar. Bax belə əziz izləyicilər, gördüyünüz kimi artıq sosumuz hazır oldu. Belə qaba qoyub və süfrəyə veririk və ət yeməklərindən də dadırıq. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.